Basazır qəsəbəsi Cantəpə massivində sizlərə 6 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə 275 kvadratlıq tam mülkiyyət, ipotekaya yararlı torpağın da çıxarışı olan, evin də çıxarışı olan mülk təqdim eləyəcəm. Mülkümüz 11 otaqdan ibarətdir. 6 otağı tam yaşayışlıdır, 5 otağı isə birinci mərtəbədir, mənfi birinci mərtəbədir. Evimiz 3 mərtəbədən ibarətdir. Mənfi 1, birinci mərtəbə və ikinci mərtəbə. Dəyərli dostlarımız, əla ideal bir təmirli sizlərə mülk təqdim eləyəcək. 055 291 3565 mənim əlaqə nömrəmdir. Mülkümüzün qiyməti isə 280.000 manatdır. Mən ata bilmədim. Evi almağa gələn şəxs o topu 6 metrəlik məsafədən, torpağın sotuna görə 6 metrəlik məsafədən atsa, qəşəng endirim olacaq evin qiymətində. 280 minədir. Başlayaq. Geniş bir şəkildə həyətyanı sahəsi var. Dəyərli dostlarımız, mərkəzi giriş darvazasıdır. Qaz, su, işıq, kanalizasiya burada mərkəzidir. Demək, həyətyanı sahə üçün sanitar qovşaqdır, tam təmirlidir. Gül çiçək əkmək üçün yer sahələri buraxılıb, hal-hazırda yaşayışdır. Tam mülkiyyətli sizlərə mülk təqdim edirik. Dəyərli dostlarımız, əl-yuma yeri var, gül çiçək. Orada ehtiyat 15 tonluq su anbarı var. Qeyd edim, mülkümüz tam şəxsi özünə tikilmə bir mülkdür. 5-6 dəqiqə vaxtınızı alacam, diqqətlə sonuna qədər baxın ki, birlikdə evin içi ilə tanış ola bilək. Yay mətbəxidir, gözəl bir naves sahəsi var. Həyətinə də bir neçə avtomobil sərbəst şəkildə daxil etmək mümkündür, dəyərli dostlarımız. Burada yerləşir evin yay mətbəxi. Həyətyanı sahə üçün tam təchizatdır, mebellərinə kimi yığılıb, tavan sahəsi afşifka taxtalarla işlənilib, hətta navesi belə afşifka taxtadır, dəyərli dostlarımız. Cığırlar, yollar ayrılıb, tamet daşlar vurulub, gül çiçəklər, ağaçlar əkilib, hal-hazırda meyvə verən ağacına kimi var. Evin mərkəzi giriş qapısıdır. Oradan padvala keçid etmək də mümkündür. Evin içindən də keçid etmək olur, dəyərli dostlarımız. Hamısının izahatını verəcəm. Gecə həyətyanı sahənin işıqlandırılması üçün plafonlarına kimi var. Bütün pəncərələrin ikinci mərtəbədən başqa, bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüb. Maşallah olsun, kənd həyatı üçün toyuqçuca sahəsi də var, hinimiz də var. Gəl, bismillah eləyək, evin içi ilə başlayaq tanışlığa. Ya Allah, bismillah. Səhifəni bəyənib like etməyi unutmayın, dəyərli dostlarımız. Səhifəmizdə nömrəmiz aktivdir. 7-24 sizin qulluğunuzdayıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 daş yerdən kürsülüdür. Pilləkən sahəsi də mərmərdir, dəyərli dostlar. Gözəl bir eyvan sahəsi var, dəmir barmaqlıqları vurulub, bahalı bir təmir olunub, bahalı təmir. Bütün otaqların stilik sistemlərinin xəttləri bağlanılıb, kombi aparatı 2 ədəddir, evin qızdırılması üçün kombi tamam başqadır və evə gələn isti su üçün kombi sistemi tamam başqadır. Bahalı bir giriş qapısı qoyulub, maşallah olsun, dəhlizdən keçid edirik, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Qeyd edin, dəyərli dostlarımız, ümumi mülkümüz 7-24 kamera nəzarətindədir. Hətta səs yazmasına kimi kamera nəzarəti var. Telefon vasitəsilə bildiriş də gəlir. Daxil olanda sağda yerləşir evin qonaq otağı. Çox böyük bir kvadrata malik qonaq otağı var. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. Mülkümüz qismən əşyalı da satılır. Razılığa gələrkən ev sahibi ilə qarşı tərəf alan şəxs razılaşsa evimiz tam əşyalı qalacaq. Yox, qismən əşyalı 280.000 manat təşkil edir. Qəşəng şam ağacından, şam ağacı səhv eləmirəmsə, möhkəm. Bütün qapılar bundandır, dəyərli dostlarımız. Gəl, digər sahələrlə tanış olaq, axırda mətbəxlə tanış edəcəm sizləri. Burada yerləşir birinci mərtəbəyə məxsus yataq otağı. Buranın da özünə məxsus sanitar qovşaq sahəsi var, dəyərli dostlarımız. Pəncərə 2 ədəddir, həyətyanı sahəyə və evin arxa tərəfinə baxır. İkinci mərtəbəyə qalxan pilləkən sahəsi və burada ayrı-ayrılıqda sanitar qovşaq sahəsi var. Ayrı-ayrılıqda deyəndə, yəni duş kabini üçün də yer ayrılır, dəyərli dostlarımız. Çox böyük bir duş kabin sahəsi var. Ümumi evimiz cüt daşı da keçir, 60 santlıq kubiklərlə. İnşa olunub. Geniş bir şəkildə dəhlizi təqdim et, dəyərli qardaşım.
Keçid edirik evin mətbəxi ilə tanış olmağa. Gözəl analar və bacılar, diqqətlə baxın, sizlərə uyğun, gözəl, böyük kvadrata malik mətbəx sahəsini sizlərə təqdim edəcəm. Operator qardaş öndən buyur, zəhmət olmasa. Maşallah olsun, çox böyük bir kvadrata malik, böyük bir ölçüdə, böyük bir mətbəx sahəsi var, dəyərli izləyicilərimiz. Hər bir əşyanın öz yeri ayrılıb, ayrı-ayrılıqda öz yeri var, dəyərli dostlarımız. Otdum burada, yedin, içdin, oradan da televizora baxdın, TV xəttin yeri 2 yerdə var. Hər bir otağın da qapısı bahalı bir qapılardan istifadə olunub, ara kəsmələrə kimi bilinir. Mənfi 1-ci mərtəbədə ara kəsmələr 60 sm keçir. Gəl, 1-ci mərtəbəyə bir dənə keçid edək, qısaca bir video keçid edək, qalxarıq 2-ci mərtəbəyə. Mənfi 1-ə keçid etmək üçün evin çölündən də keçid var, buradan da keçid var, dəyərli dostlarımız. Gəl, buranı da təqdim edəcəyik. Demək, evin içindən daxil olanda qısaca bir video başlayacaq. Orada yerləşir kombi otağı. Burada yerləşir bir otaq. Düzünə keçid edirsən digər otaqlara. 1, 2, 3, 4, 5 otaqdır. Buradan da evin önünə keçid etmək üçün yerdir, dəyərli dostlar. Evin önündə göstərdiyim qapıdır. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın, səhifəni bəyənib like etməyi unutmayın. Keçən 2-ci mərtəbədə olan gözəlliklə tanış olalım. 2-ci mərtəbədə, dəyərli dostlar, dəyərli izləyicilərimiz, 4 yataq otağı yerləşir və əlavə sanitar qovşaq da mövcuddur. Hər mərtəbəsi də monolit betondur. Parket sistemli taxtalar vurulub, parket sistemli. Gözəlliyə bax. Geniş bir şəkildə dəhliz sahəsi, qoy çıxın ekrandan. Dəhliz sahəsi, havalandırma üçün pəncərə sahəsi var. Burada ayrı-ayrılıqda sanitar qovşaq sahəsidir. Burada yerləşir hamam tualet hissəsi. Burada yerləşir hamamın vannasına kimi var, moydadırına kimi var. İdeal, 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 ideal. 1-ci yataq otağı, 2-ci mərtəbəyə məxsus. Pəncərə sahəsi, öz həyətyanı sahəsinə baxır, təqdim edək. Hər bir otağın stili sisteminin xəttinə kimi çəkilib, parket sistemli taxta vurulub. 2-ci yataq otağı, bu yataq otağının kondisioner sistemi də var. Qiymət 280 min təşkil edir. Real müştəriyə endirim nəzərdə tutulub, endirimimiz var. Qismən də əşyalı satılır. Ev sahibi bildirdi ki, razılığa gəlsək əşyalar tam qalacaq. 3-cü yataq otağı, pəncərəsi də öz həyətyanı sahəsinə baxır. Və sonuncu olaraq 4-cü yataq otağı. 1, 2, 3 pəncərə sahəsi var. Buranın da kondisioner xətti var. Otaqlarda evdə 4 ədəd kondisioner var. 4 ədəd kondisioner. Və 2-ci mərtəbənin eyvanı. Gözəl. Buradan da, eyvandan da tavana keçid etmək mümkündür. Tavanda paket şiferdir, dəyərli dostlarımız. Səhifəmizi bəyənib like etməyi unutmayın. Sizlərə Masazır qəsəbəsində, Cantəpə massivində, 6 sot torpaq sahəsinin üzərində 275 kvadratlıq tam mülkiyyətli 280 min manata mülk təqdim etdik. Real müştəriyə endirimimiz də var. Gələn videolarda sağ olun, sağlıqlı qalın.